İstər ali məktəbə, istərsə də magistratura və doktoranturaya qəbul prosesində oğlanlar fundamental elmlərə az maraq göstərir. Bakı Dövlət Universitetinin rektoru Abil Məhərrəmov deyir ki, bu sahəyə daha çox qızlar maraq göstərir. Amma təəssüf ki, onlar bir müddət sonra ailə vəziyyəti ilə əlaqədar uzun müddət elm sahəsindən uzaqlaşır. Təsəvvür edin ki, Bakı Dövlət Universitetinin fizika fakültəsində, riyaziyyatda, mexanikada, geologiyada vaxtilə bir qrupada 25 nəfərdən gördün ikisi üçü qız olur, qalanı oğlan olur. İndi əksinə ya oğlan yoxdur, hamısı qızdır, ya da olursa təkcə bir oğlan olur. İndi deyək, sabah bu istiqamətdə elmi biz dinamik inkişaf etdirməliyik. Təbii ki, qızları götürmür və elə də edirik, qızları götürürüksə, qızlar da bir müddətdən sonra ailə həyatı qurur, uzun müddətli analıq məzuniyyətində olur. Onda soruşuruz ki, hansı elm əsgərlərindən biz elmi dinamik inkişaf elətdirə bilərik? Akademik vəziyyətdən çıxış yolunu təqaüdləri artırmaqda görür. Bundan başqa Abil Məhərrəmov elmin inkişafına dəstək fondu ilə yanaşı, elmə dəstək fondunun da yaradılmasını təklif edir. Amma stimullaşdırıcı tədbirlər bununla yekunlaşmamalıdır. Necə deyək ki, oğlanları stimullaşdıraq, oğlanlar gəlsin. Fundamental təbiət elmi istiqamətlərini oğlanları cəlb edək. Bu da ayrıca bir mövzunun məsələsidir. Təqaüdlərin artmasıdır, qutaranda yaxşı iş yerində onlara 2 qat maaşın verilməsidir, ev şəraitinin yaxşılaşması. Yəni, sosial məsələləri bizim deyək ki, elmin inkişafı istiqamətinə yönəltmək. Bu barədə mən bugün burada çıxış elədim və əminəm ki, yeni yazılan və qəbul olunacaq elm qanununda biz çalışacağıq ki, Milli Məclisdə bu məsələlər öz əksini tapsın. Abil Məhərrəmov hesab edir ki, bu amilə oğlanların hərbi xidmətə getməsi təsir edir. Yəni, magistratura və doktoranturaya daxil olan oğlanlar təhsilini dondurub hərbi xidmətə yollanır və geri döndükdən sonra təhsilini qiyabi davam etdirir. Bu da elmin inkişafına mənfi təsir göstərir. Rektorun fikrincə, doktorantura və magistraturada oxuyan oğlanlar əskər getməli deyil. Nərmin Əhmədli, Şakir Qurbanov, Yurt Xəbər.